Salamlar, kanalıma videomuz hoş geldiniz. Ben Aysin, bu günləri yeni bir video ilə qarşınızdayım. Bugün hamımızın gözləmədiyi o mükəmməl videonu seçirik. Sual-cavab videosu. Bir-iki nəfər istəmişdi. Mən də etdim, okey, okey eləyə bilərik. Yəni Instagramda bir story paylaşdım. Dedim ki, kimin nə sualı varsa göndərsin mənə. TikTokda da story atdım ki, suallarınızı falan verin, sual-cavab seçəcəyəm. YouTube'da bunu paylaşamamışdım çünki YouTube'da post paylaşanda çox da bir insan baxmır ya da bilmirəm, baxır mənim xəbərim olmur. Yəni YouTube'da mənə tınlayan yoxdur. Onun üçün Instagram, TikTok'da paylaşdım və TikTok'da da çox tınlayan olmadı. Nə gəlsə Instagramdan gəldi. Yəni o səbəbdən gəlib Instagramdan follow edə bilərsiniz ki, bir story paylaşanda, post paylaşanda, nəsə olanda ilk və yeniliklərdən xəbəriniz olsun. Təqribi olaraq 20 dənə sualdır yazmışam buraya, dənə-dənə inşallah sizin üçün cavablandıracağım belə sürətli bir şəkildə. Qısa bir video eləmək istəyirəm. Yəni ağlımda olan qısa bir videodur. Deməli getdik. Neçə yaşım var? 16. Neçənci qrupa hazırlaşırsan? 1-ci. Məqsədin nədir? Yaşamaq. Çox belə simple. Nəsə zarafatı qoyaq qırağa. Məqsədim nədir? Nə üzrə məqsədim nədir? Yəni bu sual geniş bir sualdır əslində. Çox şaxəli bir sualdır. Amma belə qısa da cavab verim. YouTube üzrə, yəni sosial media üzrə hədəfim nədir? Hədəfim odur ki, insanlara bir yol olum təqribi olaraq. Biraz şey çıxdı, amma yəni başa düşün nə demək istəyirəm zəhmət olmasa. Yəni nə bilin ki, bir insan bir şey eləmək istəyir, necə eləsin bilmir. Yəni baxsın, həvəs alsın falan filan. Yəni məqsədim odur tam olaraq. Yəni çox da belə bomba xəyallarım, məqsədlərim yoxdur. Yəni baxın, örnək götürün. Düzdür, örnək götürüləsi bir insan deyiləm, amma YouTube'a elə göstərirəm ki, örnək götürüləsi bir insanam. Yəni YouTube'da özümü çox qəşəng tanıdıram. Yəni face kartım YouTube'da çox yaxşıdır. Əslində o səbəbdən tanıyım mən. YouTube'dan elə davam eləyib, bu pərdə ilə yaxşı gedir elə ki. Video çəkməyə necə qərar verdin? Allahın olsun, evim 1 il qabağı idi. Mənim normalda dərs oxumaq falan həvəsim olmurdu. Prosta video çəkirdim və video çəkəndə yəni bir avtomatik qaza gəlirdim. Nəsə olurdu, video çəkirdim. Yəni elə bilin ki, video çəkməyə dərs yazmaq üçün başladım. Həm də ki, bilməm, görürdüm hamı video çəkir, məşhur olur. Bir paxıllıq tutdu məndim, mən niyə eləmirəm falan. O səbəbdən başladım videolar çəkməyə. Mən bir zırt da olmadım. Bir dəqiqə hamısının baxdığım adamların hamısının 15 min, 20 min izlənməsi var. Mən elə 200, 300, gecən də video atmışdım, 30 izlənmədə dayanmışdı. Biabır olmayayım deyə sildim o videonu sonra. Bilmirəm, bədbəxtçilik də hal-hazırda. Nə tip videolar çəkmək istəyirsən. Hal-hazırda mənim kontentim vloqdur, təhsildir, amma gələcəkdə bunu tamamilə dəyişmək istəyirəm. Yəni vloq yəni avtomatik qalacaq, yəni vloq çox belə necə deyim, çəkməyi bəyəndiyim bir tipdir. Yəni gün ərzində nələr edirəm falan bunu göstərmək maraqlı gəlir mənə. Amma təhsil kontentindən məcbur olaraq bir müddətdən sonra çıxacağam. Çünki yəni məktəb qurtarandan sonra mən durub təhsil çəkən deyiləm, amma yəni gündəlik həyat, yaşam tərzi falan belə şeylər çəkirəm. Bir də kontenti ümumiyyətlə dəyişmək istəyirəm. Təzə bir kontent gətirmək istəyirəm kanala. İnşallah yaxın gələcəkdə görərsiniz. Video çəkərkən ən çox nədə çətinlik çəkirsən? Əgər uşaqlarla, yəni çox insanların çox olduğu bir video çəkməliyəmsə, uşaqları bir yerə yığana kimi zülüm çəkirəm. Falan saatda gəlginəm, gələ bilmirəm, işim var. Məsəl üçün, bir dənə video çəkirdim. Baxın, videonun hekayəsi çox bomba idi. Çox bomba bir skript hazırlamışdım o video üçün. Backgroundu falan çox güclü idi. Ondan sonra təsəvvür ediyorum videoda qan falan axacaqdı da. Ona kimi belə yəni hazır eləmişdim də hər şey. Yəni ssenarisi çox bomba idi. Yəni bildiyiniz yəni qısa metrajlı bir film çəkirdim mən orada. 3 nəfər idik. Mən idim, Yusif idi, bir yerde Mərd idi. O keçən dəfəki 20 izlənən videonun kameramanı, editörü, yenə yazmaq üçdə əsəbləşdimi. O Şəngülün video çəkməyimizə görüşəcəyimiz vaxtda yarım saat qalıb, 1 saat qalıb, nə qalıb? Mən yazır ki, mən gələ bilmirəm, bəs şeydir, axotum yoxdur, yorğunam. Gecədən mən bunlarla qrup açmışam. Bu təsəvvür edin video üçün ayrı qrup açmışam ki, qaqaş, yəni iş ciddidir də, mırtdaşmıram mən sizinlə. İlk dəfə ömrümdə ciddi bir iş görmək istəyirdim. Çünki bəs gəlin də bambıllıq eləməyin, gələcəksinizsə dəqiq deyin ki, mənə gəlirəm, mən də işimi bilim. Gəlmirsinizsə, gedim başqasına yazım, adam tapım da. Deyir ki, gəlirəm, elə belə yarım saat qalıb mənə deyir ki, mən gələnmirəm, üzr istəyirəm, yorğunçuluqdur. Kollecdən təzə qayıtmışam, yorğunam. Ona görə mən elə bilin ki, 5 dəqiqənin içində bütün ssenariyi dəyişməli oldum. 5 dəqiqəyə yazılan ssenaride nə olacaq? Zay. Videonu çəkdim, çox bambılskoy bir dənə video alındı. Sildim sonra o videonu. Bütün axotum öldü də elə bilin ki də. Çiynimi tökdüm elə bilin burada. Təsəvvür edin zarafat. Yəni o söhbətə görə mən o uşağı getdim, 5 dəqiqəlik bloka atdım. Sonra dedim ki, bambıladım, mən uşaqsan sən. Getdim, açdım blokunu. Prosta bilmirəm, çox
pis hesab olmuşdum orada ona. Kompüter yoxsa PlayStation? Kompüter. Hekayəli oyun yoxsa FPS oyunları? Hekayəli oyunlar. Ən sevdiyim film F1 The Movie. Ən sevdiyim film personajı bu Sony Hayes var idi ya da Sony Hayes idi, Hayes idi neydi? Yəni F1'dəki Brad Pitt də qaqaş. Ən sevdiyim yemək makaron. Ən sevdiyim oyun Last of Us Part 1. Ən sevdiyim fəsil, ən sevdiyim hobi musiqiyə ulaşmaq, amma ən belə bombası futbol oynamaq. Ən sevdiyim musiqi janrı rap. Videolarımı hansı proqramdan editləyirəm? CapCut Pro. Ən çox istifadə etdiyim sosial şəbəkə Instagram. Bir videonu ortalama nə qədər vaxtda hazırlayırsan? Elə bilin ki, mən vlog falan çəkirəm deyənə, və gündəlik vlog olur deyənə, bir videonu bir günə çəkirəm. Ondan sonra təqribi olaraq uzunluğu da, qısasını da ortalama ikisi bir yerdə 2 saata falan editləyirəm. Yəni 24 saat plus 2 saat, 26 saata ortalama videolarım hazır olur. Amma məsəl üçün bu video məsəl üçün 10 dəqiqə uzaq başı bunu çəkmək olsun. Ondan sonra bu sualları yığmaq elə belə. Yəni ortalama bir gündə, yəni bir videom ortalama bir günə hazır olur. Gecə yoxsa səhər? Böyük ehtimalla baxın, gecə səhər o hansı period sayıla bilmirəm, amma baxın, şey çox bombadır. Gecə 12 var ha. Bax gecə 12-dən başlayır. Saat 4-dən saat 6-ya kimi. O period çox bombadır. 4-dən 6-ya kimi. Mükəmməldir. Ən çox istifadə etdiyim emoji. Bu yemək savaşları şey 2-si çıxdı ya, sezon 2-si çıxdı ya. Onun birinci bölümünə baxandan sonra bax, biri budur, bir də budur. Baxın, yəni ömrümü oturublar da o emojilərdə. Yəni bu konsol oyunun bölümündən sonra o iki emoji mənim həyatımın vazgeçilməz parçası oldu. Yəni bu yamanda bir şey yazıram, dık, hı. Budur yəni. Çox epik emojilərdir. Ləzzət edirlər mənə. Bəli, uşaqlar, suallarımız qurtardım. Bu qədər idi. Belə bunun part 3-ünü də çəkə bilərəm əgər istəsəz. Səbəbdən suallarınızı yeyib şərhlərə yaza bilərsiniz. Yəni görsəm suallar çoxdular. Instagramda bir dənə də açaram ki, bəs sualınız varsa göndərin. Amma bunu böyük ehtimalla bir eləsəm 3-4 ay sonra eləyərəm. Yəni bəlkə suallar videonun üstündən təqrib olaraq 1 il keçib. Yəni o cür fikirləşin, yayda çəkmişdim. Yəni bu part 2 də elə bilin ki, nəysə, öpdüm ağzınızı. Əzizə yaxşı baxın. Təzə videolarda inşallah görüşənə qədər çərəzli bir video olsun deyə bunu da çəkdim, paylaşdım. Hələ paylaşmamışam. Hələ çəkirəm, birazdan paylaşıram böyük ehtimalla. Hamınıza əzizə yaxşı baxın, sağlıcaqla qalın.